Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lam yalid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Peyğəmbər bir dənə əba giyini bəyninə. Özü bərəkətdir. Əbası necə? Peyğəmbər əlin bir dənə yerə sürtdü. Onun əli bərəkətlidir. Əlin sürtdüyü yer necə? Bərəkətli yolda olmadı. Peyğəmbərin məsələn cibində bir dənə dəsmalı var. Həmişə götürər, tərin silər. Necə? Peyğəmbərin özü bərəkətlidir. Ona aid olan, onun istifadə elədiyi əşya da bərəkətlidir. Bax, buradadır ki, müsəlmanlar bəzən çaşırlar. Deyirlər, yox. Peyğəmbərin, ümumiyyətlə peyğəmbərlərin, məsumların, kamil insanların özü bərəkətdir. Amma ona aid olan əşyalar yox. İndi bu günləri Peyğəmbər imam bizim əlimizdə yoxdur axı. Onlara aid olan nələrsə var bizim əlimizdə. Biz indi bu günləri gedirik, onlara aid olan əşyalardan istifadə eləyəndə bizə deyirlər ki, sən şirk eləyirsən. Olmaz. Bunun özü sağlığında, bunun özü sağlığında. Əgər olsaydı, özü bərəkəti idi. Amma bunun köynəyidir. Bu bunun əsasıdır. Bu bunun məsələn başının tüküdür. Bu bunun əlinin çəkdiyi yerdir. İndi o əl torpağın altındadır. O bərəkət onun müqəddəs vücudunda idi. Ona aid olan əşyalar ki, o sağlığında istifadə eləyib, o yox, onu qoy qıraq. Ona təbərrük eləmək olmaz. İndi gedirlər, ziyarətə gedəndə görürsən, ziyarət eşqidəndir də, əlin insan sürtür, üzün sürtür o ziyarətgahın zirəhinə. Gəlir məsələn onun ehsanından 5 dənə, 10 dənə düyüdən götürür, atır sumkasına ki, gedəndə evimdə yemək bişirəndə bundan birini ataram təbərrük kimi. Torpağından götürür İmam Hüseyin ağanı. Nə bilim orada ona aid olan nəsə bir əşyasına əlin sürtür. Onun məsələn paltarın gedir sürtür İmam Hüseyin ağanın zirəhinə. Və yaxud da Peyğəmbərə. Bunlar necə? Bunlar olar, olmaz. Deyir, bunlar olar. Buna dinimiz icazə verir. Çünki məqsəd nədir? Məqsəd bəyaqdan deyirdi, insan bərəkətə çatır. Nəyinsə vasitəsi ilə bərəkətə çatır. O vasitələr çoxdur. Namaz bir vasitə idi, insanı bərəkətə çatdırır. Quran bir vasitədir, insanı bərəkətə çatdırır. Qədir gecəsi bir vasitədir, bərəkətə, xeyrə çatdırır. İnsanın əşyadan necə istifadə eləməsi insanı bir mənada bərəkətə çatdırır. Quran mübarəkdir, Peyğəmbər vücudu, müqəddəs vücudu bərəkətdir. İnsan onu ilə bərəkətə çatır. İndi deyir, ona aid olan əşyalar, onun nişanələri də bir növ bərəkətdir onların özləri kimi. Necə onların özləri sağlığında bərəkət vəsiləsi idi, indi nə olsun özü yoxdur. Ona aid olan əşya bərəkət səbəbi sayıla bilər. Buna Peyğəmbər özü də icazə verir. Bir neçə nümunəsini oxuyuram. Sən deyərsən, mənə Qurandan oxu, baş üstə Qurandan da oxu. Bəqərə surəsi 248-ci ayə. Buyurur, və qalə ləhum nəbiyyuhum. Onlara dedi, onların Peyğəmbəri. Kimə? İsrail övladlarına. Nə dedi? Bu sözü dedi. Dedi, İnnə ayətə mulkihi ən yətiyəkumut tabut. Onun padşahlığının nişanəsi budur ki, o əlində sandıq gələcək. Onu kimi deyir? Talutu. Çoxu bəlkə də bu hadisəni bilmir. Bir hadisə idi, gəldilər İsrail övladları öz peyğəmbərlərinin yanına. Dedilər ki, Allahdan istə bizə Həzrəti Musa Harundan sonra. Onlar nə qədər ki Həzrəti Musa Harun sağ idi, onları izzətə çatdırdı. Onlar başuca yaşayırdılar. Amma elə ki onlar getdi aralar, Həzrəti Musa Harun getdi onların arasından, Allah Taala onlara xarlıq, zillət verdi. İndi gəlirlər öz dövrlərinin peyğəmbərlərinə yalvarırlar ki, Allahdan istə, Allah bizə padşah seçsin, göndərsin. Biz gedək Fironun tərəfdarlarına ki, o vaxtı Calut idi, Firondan sonra Misrin padşahı. Gedək ona qarşı vuruşaq, Həzrəti Musa Harun dövründəki izzətimizi qaytaraq özümüzə. Dedi, baş üstə. Allahdan istədi bu peyğəmbər. İlahi, bunlara bir padşah ver. Bunlara nicat versin bu zillətdən, xarlıqdan. Allah da buyurdu ki, Talut adında bir şəxsi padşah yollayıram onlara. Düzdür, axırda qəbul eləmədilər. Lap axırda qəbul elədilər bir parası. O da bir imtihan idi. Bunlara inandırmaqdan ötürü ki, İsrail övladlarına, həqiqətən Allahın göndərdiyi padşah bu şəxsdir,
Dedi, bunun əlində bir dənə nişanə var. O nişanədən biləcəksiniz ki, Allah bunu göndərib yoxsa yox. Peyğəmbərlərinə dedilər ki, hansı nişanədir? Dedi, o Talut gələndə ən yətiyakumut tabut, sizə sandıq gətirəcək. Sandıq nədir? Fihi səkinətun min rabbikum. Bir dənə sandıqdır. Onda aramlıq, rahatlıq var. O sandığın özü sizə aramlıq, rahatlıq verəcək. Sonra nə var? O sandığın içində nə var? Bəqiyyətun mimma tərəkə alu Musa və alu Harun. Musa və Harun peyğəmbərlərin, özlərinin və ailələrinin, özlərindən sonra tərk edib getdiyi miraslar var. Həzrəti Musaya, Haruna aid olan bəzi miraslar var. Həzrəti Musanın deyək ki, əbası, orada əsası, ondan sonra ona aid olan əşyalar var o sandığın içərisində. Bunlar sandıqdan xəbərdar idilər. Nə cür xəbərdar idilər? Bunlar bilirdilər ki, bu sandıq bir zaman bizim əcdadımızda idi. İndi o sandıq gəlir. Kiminlə gəlir? Deyir, o şəxs ki, Allah sizə padşah seçib yollayacaq, sandıq onun əlində olacaq. Gəldilər, gördülər, həqiqətən də belədir. Deyir, neynirdilər? Ondan sonra o sandığı götürürdülər. Hansı müharibəyə gedirdilər, sandığın hesabına həmin müharibədə qələbə çalırdılar. Nə var, Həzrəti Musaya aid olan əşya onların içərisindədir. Sandıq ki, bunların arasından getmişdi, bunlar zillətə düşmüşdülər. İndi ki, Talut sandıqla gəldi, artıq o sandığı göz bəbəyi kimi qoruyub saxlayırlar. Müharibəyə gedəndə tarixdə var ki, İsrail övladları sandığı qabaqda aparırdılar. Hörmətlə, izzətlə aparırdılar ki, biz bunun hesabına ötən müharibəni utduq. Hansı müharibəyə gedirdilər, elə eləyirdilər. Quran-ı Kərim bunu buyurur. Buyurur, onlar sandıqdan təbərrük kimi istifadə eləyirdilər. Sandığın vasitəsilə istəyirdilər bərəkətə, xeyrə, müvəffəqiyyətə çatsınlar, qələbiyə çatsınlar. Onların istifadəsinə Quran pis baxmır. Əksinə, bir nişanə qərar verib onu Allahın padşahı olmasına haqqında. Deyir, bu Allahın padşahıdır, çünki bunun əlində həmin o sandıqça var. Qurandan yenə ayə buyurur ki, Həzrəti Yusuf Peyğəmbər köynəyini çıxartdı, göndərdi atası üçün. Atasının gözlərinin Quran-ı Kərim buyurur ki, qarası getmişdi. Və biyazzət aynah, ağı qalmışdı. Yəni kör olmuşdu Həzrəti Yaqub. O qədər ağlamışdı, Həzrəti Yusufun ayrılığına axırda gözlərinin qarası getdi, görmür gözləri. Gətirdi qasid, Yusuf Peyğəmbərin tərəfindən gələn qasid, təqdim elədi həmin köynəyi Həzrəti Yaquba. Həzrəti Yaqub Quran-ı Kərim özü buyurur. Sürtdü gözlərinə, gözlərinin qarası gəldi yerinə. Gözlərinə sürtən kimi göz açıldı. Həzrəti Yusuf Peyğəmbərin özü bərəkətlidir, Quran dedi bunu. Həzrəti İsa'nın dilindən bütün peyğəmbərlərə aiddir, bütün kamil insanlara aiddir. Həzrəti Yusuf Peyğəmbər özü bərəkət vəsiləsidir. Onun özü hara geçsəydi bərəkət verərdi, xeyrə çatdırardı getdiyi yeri. Ona aid olan əşya necə? Buyurur, ona aid olan əşya da belə. Köynək Həzrəti Yusufindir, gətirdi Həzrəti Yaqub gözünə sürtən kimi Həzrəti Yaqubun gözləri açıldı. Yəni Həzrəti Yusufin köynəyi Həzrəti Yaqubu bərəkətə çatdırdı, nuraniyyətə çatdırdı. Bunu ilə Allah bilirsiniz nəyi demək istəyir? Bunu ilə Allah demək istəyir ki, bunun müqəddəs vücudu müqəddəsdir. Bu peyğəmbərdir, müqəddəs bir insandır. Söz buradadır ki, bunun müqəddəsliyi, bunun istifadə elədiyi əşyaya keçir ya keçmir. Quran-ı Kərim deyir keçir. Bu günləri düzdür, bəziləri deyir keçmir. Amma Quran göstərir ki, keçir. Sandıq bir dənə nümunəsi idi. Qələbiyə çatdırırdı onları. Həzrəti Yusufun köynəyi nümunəsidir. Yaquba şəfa verdi. Həzrəti Yusuf müqəddəs idi. Həzrəti Musa müqəddəs idi. Onun müqəddəsliyi ona aid olan əşyaya da keçdi, sirayət elədi. Buyurur, əməl ki var, insan eləyir ha, müqəddəs bir əməl. O əməl insanı müqəddəs eləyir. O dərəcədə müqəddəs eləyir ki, axırda o insanın qudsiyyəti ətrafında hər nə var keçir ona, sirayət eləyir. Ətir kimi. Ətri insan əlinə vuranda əli ətirli olur. Sonra insan 5 dənə də əşyaya əlin sürtsə, əlinin ətri keçir ona. Sən o əşyaya, o taxtıya ətir vurmamısan ha, əlivi vurmusan. Çün əlin ətirlidir, ətir keçdi ona. Müqəddəs əməl insanı ətirləndirir. Sonra o insan hara əlin vursa, ətri keçir ona. Həm məcazi mənada, həm həqiqi mənada. Peyğəmbərin özünün xüsusi bir ətri var idi. Peyğəmbər ətirdən istifadə eləmirdi, amma özünün xüsusi bir ətri var idi. Allah onun
müqəddəs bədənini, cismini elə ətirli eləmişdi ki, deyir bir yerdən keçəndə neçə gün sonra peyğəmbərin iyi qalırdı orada. Hamı bilirdi ki, peyğəmbər buradan keçib. Həm sözün həqiqi mənasında peyğəmbərin ətri ətrafa yayılırdı, həm də məcazi mənada. Yəni peyğəmbərin əməlləri, müqəddəs əməlləri ona müqəddəslik ətri vurdu. Sonra o ətir aradan getmədi. Özü qəbrə daxil olsa da, onun sağlığında istifadə etdiyi əşyalar peyğəmbərin o müqəddəs ətri ilə ətirləndi. O da oldu müqəddəs. İndi görürsüz, peyğəmbərə aid olan bəzi əşyalar var. Deyirlər Türkiyədə hansısa böyük bir muzeydə saxlanılır. Niyə saxlayırlar onu? Çünki peyğəmbərin ətri keçib ona. Nur, nurun nuri özündən savayıb ətrafa da keçir. Nuru alimlər tərif edirlər. Deyir, nur nə deməkdir? Biz ki deyirik nur, nur nədir? Deyir, ən-nur zahirun bizatih, muzhirun li ghayrih. Nur o şeydir ki, öz-özlüyündə aşkardır, başqasını da aşkara çıxartar. Ona deyirlər nur. İndi nur işıq ki yandı, özü aşkar oldu. Bu otaqda nə var, hamısını çıxartdı aşkara. Nə qədər qaranlıq idi, o yanmırdı, özü aşkar olmurdu, başqaları da qalmışdı qaranlıqda. Amma özü aşkar olan kimi başqalarını da çıxartdı işıqlığa. Yəni nur öz zahirliyin, özü zahirdir, aşkardır, öz aşkarlığın başqasına da verir. Yəni paxıl deyir də, özü aşkardır, başqasını da aşkar edir. Ətir də o cürdür. Ətir də paxıl deyir, özü ətirlidir. Sonra hara vurulsa, orada qalır həmin ətir, getmir. Peyğəmbər müqəddəsdir, imam müqəddəsdir. Allah təbərrükü ona görə qoyub ki, istəyir desin ki, müqəddəslik keçir, keçicidir. Bunun əksi də var. Məsələn, Allah göstərməsin. Biri xəstəliklər var ki, yolxucudur, keçicidir. Pis xəstəlik var ki, məsələn, o keçir. Qanla keçir, nəfəslə keçir. Deyir, müqəddəslik də keçici bir şeydir. Ona görə bizim əqidəmizdə əgər peyğəmbərə, imama məxsus hər hansı bir əşya varsa və yaxud da hansı torpaqda onlar gəzibsə və yaxud da hansı yerə qədəmlərin qoyubsa, bizi üçün həmin yer də nədir? Mübarək sayılır, onun özü kimi. Onun özü kimi bərəkətli sayılır. Çünki onun bərəkəti neynədir? Keçdi. Baxın həccə. Həcc başdan ayağa təbərrükdür. Onlar deyirlər ki, təbərrük olmaz, şirkdir. Amma həccin özü başdan başa təbərrükdür. Gedirsən, təvaf eləyirsən, Kəbəni Allah qismət eləsin, getdin, təvaf elədin. 2 rəkət təvaf namazı sənə vacibdir. Onu harda qılmalısan? Ey Kəbən, maşallah, böyük. Harda qılım? Deyir, gəl bir yer var, orada qılcına. O yerin adı Məqam-ı İbrahim. Quranda ayəsi var ha. Vəttəxizu min məqam-ı İbrahimə musalla. Həzrəti İbrahimin ayaq qoyduğu yeri özünüzə namazgah seçin. Təvaf namazın hər yerdə gedib qılmayın. O məqam-ı İbrahimdə namaz qılın. Niyə? Çünki o bir daşdır ki, Həzrəti İbrahim peyğəmbər o daşın üstünə çıxmışdı. Həzrəti İsmail oğlu daşları verirdi ona. O da Kəbəni tikirdi. Həzrəti İbrahimin müqəddəs ayağının izi qaldı həmin daşda. Sonradan o daşı saxladılar. İndi də bir dənə xüsusi qəlbin içərisindədir. Qızıldandır ya gümüşdəndir bilmirəm. Salıblar onu bir dənə qəlbin içərisində. Gedirsən, baxırsan, görürsən ki, bir dənə ayaq yeri belə. Deyir, bax, onun yanında dayan, namaz qıl orada. Quran deyir, ha, mən demirəm. Deyir, namaz qıl orada. Nə var, Həzrəti İbrahim bura. Nə, bu adı bir ləpir izidir də. Deyir, yox. Həzrəti İbrahimin müqəddəsliyi keçib buna. Sən namazı harda qılmalısan? Müqəddəs yerdə qılmalısan. Gedirsən, səy eləyirsən. 7 dəfə Mərvadan Səfaya, Səfadan Mərviyə. Niyə? O vaxtda Hacər səy eləyib burada. Oğlu İsmail üçün su axtarıb. 7-ci dəfədə artıq gördü ki, İsmailin ayaqlarının altından Zəmzəm bulağı çıxdı. Gedir diyor dağın başına baxırdı su üçün, qaçırdı gəlirdi dağın bu başına baxırdı su üçün. 7-ci dəfədə gördü ki, su İsmailin ayaqlarının altından çıxdı. İndi 1000 illərdir kim ki həccə gedir, 7 dəfə o dağdan bu dağa, bu dağdan o dağa getməlidir. Niyə? Allah nə demək istəyirsən bunu ilə? Deyir, o vaxtda Hacər belə eləyib. İndi Hacər o vaxtda bir iş görüb, bizi də salıb zəhmətə. Getməlisən, qurban kəsməlisən. Minada oldun, qurban kəsməlisən. Niyə? Çünki İbrahim qurban kəsib. Baxın, başdan başa təbərrükdür ya. Ərafatda qalmalısan. Gün orta ki oldu, gün ortadan ta axşama qədər Ərafatda qalmalısan. Niyə? Hədislərdə var ki, deyir Allah Taala gün ortadan sonra Həzrəti Adəmi Ərafatda bağışladı.
ta axşama qədər Adəm peyğəmbər qaldı Ərafatda. Axşam qürub eləyəndə, günəş qürub eləyəndə Cəbrail nazil oldu. Dedi ki, Allah buyurur ki, mən sənin tövbəvi qəbul elədim. Ya Adəm, indi gəl burdan gedək Məşərül Hərama. Gedir Həzrəti Adəm Məşərül Həramda sübhə qədər qalır. Hansı ki, indi hacılar orada sübhə qədər qalıb daş yığırlar ha. Bu həmin o yerdə. Həzrəti Adəm qalır. Düzdür, daş yığmır, amma dua eləyir. Biz orada daşı ona yığırıq ki, çünki gedib minada şeytana daş atacağıq. Elə ki, səhər açıldı, oldu Zilhiccənin 10-cu günü. İndi bütün müsəlmanlar bayram edir. Səhər açıldı, Həzrəti Adəm getdi minada başın qıxdırdı. Getdi minada başın qıxdırdı. Bu mənada ki, yəni günahlarımdan çıxdım. Günahlardan çıxdım. Bunu eləyəndən sonra Allah həmin günü Həzrəti Adəmdən sonraki insanlara ta qiyamətə qədər bayram kimi qərar verdi. İndi biz də gedirik. Həmin işi təkrar edib. Günortadan sonra Ərafat, axşamacan qaldın dua, getdim Məşərül Həramda səhərə qədər dua, daşda yığdıq, səhər açıldı, gəldik Minaya, qurbanımızı kəsdik, başımızı qıxdırdıq, getdik şeytana da daş atdıq, gəldik oturduq. Allah niyə belə elədik? Mənası nədir? Deyir, o vaxtda Həzrəti Adəm bunu eləyir. O müqəddəs insanın bir gündə elədiyi müqəddəs bir əməli Allah tarixə yazdı. Dedi, siz Həzrəti Adəmdən sonra gələn insanlar özün Minada, Ərafatda Həzrəti Adəmə oxşatmalıdırlar. Həzrəti Adəmin əməlini təbərrük götürürlər. Həzrəti Adəm bu gündə nəyə çatdı? Bərəkətə çatdı, xeyrə çatdı. Allah Taala onu həccidən eynir, yaşadır. Qurban kəsməyi o cür, başqa məsələn əməllər o cür, hamısını 7 dəfə təvaf eləmək. Həzrət Peyğəmbərin babası Əbdülmüttəlib 7 dəfə təvaf eləyib. O vaxtı təvafı cahiliyyət dövründə kim nə qədər gəldi eləyirdi. Amma Əbdülmüttəlib qanun qoydu 7 dəfə. Din gələndən sonra həmin qanun dində də rəsmiləşdi. Dedi, təvaf 7 dəfə olmalıdır. Əbdülmüttəlib Peyğəmbərin babası. O əzəmətdə insan bir əməl eləyib. Bütün sonra insanlar deyir, özünü oxşatsınlar o insana. Bu təbərrüc deyir, bu bərəkət axtarmaq deyir o insanların vasitəsilə. Mina, Məşərül Həram, qurbanlıq, hamısı nədir? Hamısı onlara iqtida eləməkdir, özün onlara oxşatmaqdır və həmin günlərin bərəkəti ilə, daha doğrusu həmin günlərin vasitəsilə